Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. İTV Xəbərin əsas buraxılışı efirdədir, studiyada Leyla Abdullayevadır. Tərəflərin qarşılıqlı zərbələri, dağılan, od tutub yanan şəhərlər hadisənin görünən tərəfidir. Arxa planda isə dünyanın ən böyük büdcəsinə sahib olan Amerika Birləşmiş Ştatları və illərdir sanksiyalar altında öz hərbi gücünü qorumağa çalışan İranın böyük rəqabəti dayanır. Bəs görəsən kimin arsenalı daha zəngindir, ordusu daha dözümlüdür? Sıradakı süjetdə hər iki tərəfin hərbi və iqtisadi gücünü müqayisə etmişik. İran hərbi proqramlara təxminən $1 trilyon xərcləyib. Bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib. Onun sözlərinə görə ölkəsi İranın yaratdığı hərbi infrastruktur və təsir dairəsinə ciddi zərbələr endirib. Müharibə tərəflərin hərbi resurslarına təsir göstərir. Hazırda ABŞ ordusunda aktiv hərbçi sayı 1.300.000 nəfər. İran ordusunda isə təxminən 600-700.000 nəfərdir. Ehtiyatda olan hərbçi sayında da Birləşmiş Ştatların İranla müqayisədə üstünlüyü var. 800.000 nəfərə qarşı 350.000. Tərəflərin hərbi bütçələrinin isə müvafiq olaraq 895 milyard və 15-16 milyard ABŞ dolları olduğu açıqlanıb. Hava, quru və dənizdə hərbi texnika cəhətdən də Birləşmiş Ştatlar İranı dəfələrlə üstələyir. Lakin Tehran ucuz və kütləvi dron istehsalında mühüm gücə malikdir. Digər tərəfdən ABŞ-nin yaxın şərqdən uzaq olması İranın öz regional gücünü qoruyub saxlamasını bir qədər asanlaşdırır. Amerika her türlü finansman yönünden askeri ekipman, donanım, üretim, uydu radar ve hassas vuruş teknikleriyle ve askeri sayı itibariyle, ekipman itibariyle dünyanın en büyük ordusuna sahiptir. İran ise ekonomik yönden petrole bağımlı ancak uzun yıllardır ambargolar altında varlığını sürdürmeye çalışan ve devlet ve toprak bütünlüğünü korumaya çalışan bir ülke pozisyonuyla oldukça yıpranmış pozisyondadır. Bir sıra mənbələrə görə müharibədən əvvəl İranın balistik raket arsenalı 2500-3000 arası idi. İtkilərdən sonra qalan aktiv ehtiyatın 1000-1500 arasında olduğu hesab edilir. Bir müddət əvvəl İsrail tərəfi bu sayın daha çox ola biləcəyini iddia edirdi. ABŞ isə raket arsenalının tam və ümumi sayını açıqlamır. Bu məlumatların milli təhlükəsizlik səbəbi ilə məxfi saxlanıldığını deyir. Lakin balistik, qanadlı və nüvə başlıqlı olmaqla ümumi raket sayının 9-10 mindən çox olduğu güman edilir. Müəyyən bir raket arsenalı, pilotsuz arsenalların bütünlüğü yaranmışdır. Bu müharibənin ilkin dönəmində tərəflərin bir-birinə tətbiq etdiyi raket zərbələri, eləcə də pilotsuz şabalatların sayı hər gün müharibə uzandıqca azalır. Məsələn, üçün gün ərzində elə olur ki, 4-5 raket zərbələri endirir. Bu müharibənin ilkin aşamasında 77-dən 50-yə, 50-dən 35-ə və belə bu raket zərbələrinin sayı eninə gedir. Ekspertlərə görə hazırda tərəflər yorma taktikası ilə irəliləyirlər. Lakin ABŞ və İran, o cümlədən region ölkələrinin həm iqtisadi, həm də hərbi itkiləri artmaqdadır. Hər iki tərəf müəyyən üstünlüklərə malikdir. Burada əsas məqam kimin qalib gəlməsindən daha çox hansı tərəfin gücdən düşməsidir. Müharibə hətta tərəflərdən birinin qalibiyyəti ilə yekunlaşsa belə, bu pir qələbəsindən fərqli olmaya da bilər. Çünki qlobal iqtisadiyyatını itirdikləri milyardlarla yox, trilyonlarla ölçülür.